Hər kəs salam. Bugünkü kükürt oksidləri alınması, xəstələri bölməsinin testlərini izah edəcəm. Video başlamazdan əvvəl kanala abunə olsaz, video like atsaz sevinərəm. Çünki bu mənim üçün çox önəmlidir. Başlayaq birinci sual. Deyir, hansı reaksiya ilə sənayedə kükürt dioksidi alınırlar? Uşaqlar, burada hər birindən kükürt dioksidi alınır. Kükürt dioksid nədir? Yəni SO2. Hər birindən SO2 alınır. A'dan da alınır, B'dən də alınır, C'dən də alınır, D'dən də, Y'dən də. Ancaq bizə sənaye deyir. Sənayedə A variantından alınırlar. A variantından sənayedə alınmır, laboratoriyada alınır. Amma dəmir eski, plübyumə, sinkes, kükürt bunların hər biri sənayedə alınır. A variantından alınır kalium SO4, SO2 və su. Cevabımız oldu A variantı. İkinci sual. Hansı reaksiyadan kükürt dioksid alınmır? Yəni burada ümumiyyətcə alınmır deyir. Yəni sənaye, laboratoriya fərqi yoxdur. Deməli, baxaq. Məsələn, B variantına baxın, dəmir eski üzərinə gəlib oksigen. Buradan alınır dəmir 2O3 və SO2. Gördünüz, B variantından aldıq. V'yə baxaq C variantına. Buradan da alınır. Qatısının SO2 çıxır uşaqlar. Kuprum qatı sulfatına gələndə SO2 alınır. Y variantından da SO2 alınır. A variantından da alınır. Natrium SO4. Baxın, yuxarıdakı reaksiyada sadəcə natriumdan verib. Alınır natrium SO4, SO2 və su. Ancaq D variantından SO2 alınmır uşaqlar. Cavab elədir D. Üçüncü sual. Deyir, sənayedə kükürt dioksid hansı reaksiya alınmır? Sənayedir. Baxın, yenə A variantıda. Bu laboratoriyada alınır. Sənayedə alınmır. Amma dəmir, sinkes, HGS, kükürdün özü bunlar sənayedə alınır uşaqlar. A variantı laboratoriyada. Hansı reaksiya tənliyi kükürt dioksidin sənayedə alınmasını əks etdirir? Baxın, dəmir gördünüzsə, deməli bu sənayedir. Sinkes gördünüzsə və yaxud da HGS gördünüzsə, bu sənayedir. Beşinci sual. Hansı ifadə kükürt dioksidi üçün doğrudur deyir. Deyir, yalnız reduksiyacı xassə göstərir. Həm reduksiyacı ola bilər, həm oksidləşdirici ola bilər. Yəni, demişdim, yalnız və bütün görsəz əksəriyyəti səhv olur bunların. Su ilə sulfat turşusu əmələ gətirirmi? Su ilə sulfat yox, sulfit əmələ gətirir. Çünki SO2-dən demişdik H2 SO3 alınır. Bu sulfitdir. Ancaq SO3'dən alınır H2 SO4. Tamam. İndi burada sulfat yox, sulfit olardı T ilə. Kəskin ili qazdır. Bəli, bu düzdür. Oksidləşmir. Nə oksidləşmir? Oksidləşir. Qələvlər reaksiya daxil olur. SO2 qələvlərlə də reaksiya daxil olur. Natrium OH-la, kalium OH-la daxil olur. Hamısına daxil olur. Deyir, hansı ifadə kükürt dioksidi üçün doğru deyil? Baxaq, adi şəraitdə rəngsiz qazdır, bəli. Kəskin iyli qazdır, bəli. Suda həll olur H2SO4 dedik, H2SO3 əmələ gətirir. SO4 yox. Elə C doğru deyil. Hansı ifadə doğru deyildir? 7-ci sualda. Deməli, SO3 molekulunda rabitələr polyar kovalentdir. Polyar kovalent nə deməkdir? Yəni, iki müxtəlif qeyri-metaldan təşkil olunur. Qeyri-polyar isə eyni növ qeyri-metallardır. Bu düzdür demək, polyardır. SO2 havadan ağır qazdırmı? Bəli, qazdır və havadan ağırdır. Kükürt suda həll olunur? Bəli, həll olunur. Kükürt karbonla reaksiya daxil olmur, xeyr, daxil olur. C2 əmələ gətirir. Niyə də daxil olmasın? D səhvdir. Kükürt yodla reaksiya daxil olmur? Bəli, kükürt yodundan daxil olmur. Baxırıq 8-ə. Deyək, yenə hansı ifadə doğru deyil. Kükürt karbon disulfitdə yaxşı həll olur. Bəli, düzdür. SO2 polyardır, bəli. Adi şəraitdə SO2
qazdır. Bəli, bizdən doğru deyil, səhv istəyir. Gəlin D ilə Y-yə baxaq, görək hansı səhvdir. Deyir, kükürt dəmir reaks daxil olunur. Bəli, daxil olunur. Kükürt civə ilə reaks daxil yox, kükürt dəmir reaks daxil olur. Bəli, kükürt dəmirlə reaks daxil olur, düzdür. Kükürt civə ilə reaksiya daxil olunur. Xeyr, daxil olur kükürt. Kükürt A ilə, PT ilə daxil olunurdu. Cavabımız da elədir 8-də Y variantı. Civə ilə kükürt reaksiya girəndə civə S alınır, yəni daxil olur. Baxaq 9-cu suala. Deyir 20 mol SO2 ilə 12 mol oksigen qarışığı katalizator üzərindən keçirildikdən sonra hansı maddədən və neçə mol artıq qalar? Deyir, çıxımda 100%. Deməli, biz reaksiyamızı aparmalıyıq. Yəni SO2-nin üzərinə oksigen gəlmək. Yazır. SO2 üstəgəl gəlinir O2 alınır SO3. Əmsallaşdırarkən burada 2 düşür, burada 2 düşür. İndi baxın. Deyir 20 mol SO2 ilə 12 mol oksigen qarışığı. 20 mol SO2. SO2'nin başına yazdım 20. 12 mol oksigen. Burada yazdım 12. Reaksiyada SO2 2'dir, oksigen 1'dir. Biz nə deyirdik? Yuxarını aşağıya bölməliyik. Böləndə bura eləyir 10, 20'ni 2'yə böldüm. 12'ni də 1'ə böldüm, 12. Hansı çoxdursa o artıq qalır. Bu artıq qaldı, A, Q. Artıq qaldı. Az olanı tam sərf olundu. Tam. Reaksiya tamam saysan gedir. Baxın, 20'yə deyir ki, artıq qalmanı soruşur. Tamam. 2 SO2 bir oksigenlə girirsə, bəs o zaman 20 dənə verib də bizə 20'sini kəsi ilə girir. 20 dənə deyir. Baxın 20 mol SO2 deyir. 20 dənəsi bilmirəm neçə dənəsi ilə girir. X. Buradan X eləyir 10. Düzdürmü? 10 nə? Oksigen. Deməli 10 oksigen sərf olundu. Amma bizə 12 verir oksigeni. 12'nin 10'u sərf olundusa neçəsi qaldı? 2'si. Deməli 2O2'miz artıq qaldı. Cavabımız elə 9'da Y variantı. Baxırıq 10-cu suala. Yenə həmin sualdandır. Bu səfər 6 SO2 verib, 5 O2 verib. Yenə yazırıq. Baxın, gəlin yazaq. 2 SO2 bir oksigenlə girir, alınır. 2 SO3. Bizə deyir 6 SO2 götür, 5 dənə oksigen götür. Əmsalı bunun 2'dir, bunun 1'dir. 6'nı 2'yə bölürük 3, 5'i də 1'ə bölürük 5. Yenə oksigen artıq qaldı, düzdürmü? SO2 tam sərf olundu. Artıq qalan oksigenimiz olacaq bunda. 2'yə bir oksigendirsə, bəs 6'sı nə qədərdir? X. X da buradan eləyir 3. Amma bizə 5 verir. 5'in 3'ü sərf olunur, 2'si artıq qalır. Deməli 2 O2 artıq qalır. Bax, bu 3 tapdığımız sərf olunandır. Sərf olunandır. Çıxanda isə artıq qalanı tapırıq. Baxırıq 11'ə. 11'də nə deyir? Deyir hansı maddə müəyyən şəraitdə oksigenlə, su ilə də natrium hidroksid reaksiyada həm oksigenlə, həm su ilə, həm də natrium hidroksidlə daxil olsun deyir. Bu SO2'dir. SO2 oksigenlə girir, SO3 əmələ gətirir. Su ilə girir, H2SO3 əmələ gətirir. Həmçinin natrium hidroksid, natrium HSO3 əmələ gətirir. Düzdürmü? SO2 natrium OH-la girir, natrium SO3 əmələ gətirir. Natrium SO3 əmələ gətirir. Ona görə cavabımız eləyir elə C variantı. 12'yə baxaq. 12'də nə deyir? Deyir natrium SO3 H-xlorla girir, nə əmələ gətirir? SO2. SO2, natrium xlor və su. Deməli, X-imiz SO2-dir.
SO2 də H2-lə girəndə kükürt və su əmələ gətirir. Suyu da buradan çıxır. Deməli X-imiz SO2-dir, Y-imiz S-dir. Bizdən Y soruşur. Deməli S. 12 baxıram. Kükürt oksigenlə girir, SO2 verir. SO2 də H2-lə girib kükürtlə suyu verir. Bizdən Y soruşur. Yəni cavabımız kükürt. 14-də kükürt oksigenlə girir, SO2, X-imiz SO2. SO2 natrium OH-la girir. Natrium 2, SO3. Yəni cavabımız da elədir Y variantı. Baxırıq 15-ə. Hansı maddələr kükürt dioksidlə reaksiya daxil olur? Uşaqlar, kükürt dioksid, yəni SO2. SO2 turş oksididir. Turş oksidi də turş oksidin özü ilə reaksiya girməyən, öz xəstəlisinə reaksiya girə bilməz. Turş olan heç nə ilə reaksiya girmə bilməz. Yəni turşun özü ilə də, turş oksidi ilə də reaksiya girmir. Gəlin baxaq. Baxın uşaqlar. CO2 nədir? Turş oksididir. Ona görə CO2-ləri çıxaq. Turş oksidlə girmir. C getdi, Y getdi. Həmçinin PKO5 də çıxırıq. O da turşu xəstəlidir. A da getdi. Ancaq B-yə baxın, hamısı əsasidir. Yəni turş oksidi əsas oksidlə girər və yaxud da qələvi, yəni əsaslı da əsasla girər. Cavabımız eləyər B variantı. Amma H-lar baxın turşudur. Turş oksid turşuna reaksiya girməz. 16-ya baxırıq. Hansı maddələr kükürt dioksidlə reaksiya daxil olur? Yenə turşuları çıxaram. Baxın, PK5-i çıxdım. Sonra amfoteroksid hər ikisi ilə reaksiya daxil olur. Barium SO4, NO2. Buradan da yenə çıxırıq. Deməli, baxın. Əsasi bir şeydir. Baxın, kalsium o əsasi oksiddir. Su ilə də girir, deməli. H2SO3 əmələ gətirir dedik. Kalium OH, yəni turş oksid su ilə girir, turş əmələ gətirir. Kalium OH da qələvidir, yəni əsaslarla girir. Ona görə cavabımız eləyir B variantı. Burada da yenə əsasları seçməliyik. Baxın, D variantına əsas oksid həmçinin su ilə də girir, dedik turşu verir. Cavabımız elədi 17-də D variantı. Baxaq 18-ə. Kükürt dioksidin deyir, nə doğru deyil, səhv istəyir bizdən. Turş oksiddir, bəli, turş oksididir. Adi şəraitdə kəskinlikli qazdır, bəli. Kalium OH-la bəli dedik, turş oksidlər əsaslarla girir. Natrium əsas oksidi bəli girir. Amma oksigena görə nisbi sıxlığı 4 deyil. Çünki kükürt dioksidin kütləsi nə qədərdir? 64. 64-ü də biz oksigen 32-yə böləndə 2 eləyir. 4 eləmir. Buna görə cavabımız elədi Y variantı. 19-da. Yenə deyir, doğru deyil. Heliumun görə nisbi sıxlığı 4. Heliumun kütləsi nə qədərdir? 4. 64-ü də biz 4-ə bölsək 16 eləyər. 4 eləməz. Ona görə A səhvdir. Baxırıq 20-ci suala. Deməli, 20-ci sualı izah eləyək. Biraz böyüdək, tam görsənsin. Aha. Nə deyir uşaqlar? Deyir ki, 0.8 mol SO2 verib, 0.6 mol da O2 verib. Düzdürmü? Deyir, bunlar reaksiya daxil olub, SO3 əmələ gətirir. Başlanğıc maddələrdən biri tamamilə deyir, reaksiya daxil olub. Yəni, bir dənəsi sıfıra düşməlidir. Bir dənəsi sıfıra düşməlidir. Və A-da sıfıra düşən var, yox. B-də də yoxdur. C-də var, D-də də yoxdur. Y-də də yoxdur. Legal cavab C variantı. Amma gəlin biz burada yoxlayaq. Yəni, burada sıfıra dəyən də verə bilərdi. Baxın, 0.8. Gəlin birinci reaksiyamızı yazaq. Yazıram. SO2. Üzərinə gəlirəm oksigen. Alınır SO
3. Bura 2 düşür. Burada 2 düşür həmçinin. 0,8 mol bundan götürürəm. 0,6 mol da bundan götürürəm. Müəyyən edeyim. Burada isə özü 2, burada da 1. Böləndə bu eləyir 0,4, bu da eləyir 0,6. Çox olan artıq qalır. Deməli, artıq qalanımız oksigendir. SO2-nin də hamısı sərf olunur. İndi baxaq. 2 SO2 girir, 1 oksigen alınırsa, bəs reaksiya bizə 0,8 verir. 0,8-dən nə qədər alınır? X. X da buradan eləyir 0,4. Deməli, oksigen 0,4-ü sərf olunur, 0,2-si artıq qalır. SO2-də hamısı sərf olunur. Yəni 0,8-dən 0,2-si sərf olunur. Oksigen isə 0,4-ü sərf olunur, 0,2-si artıq qalır. Baxaq C-yə. Görürsünüz, SO2 tam sərf olunur, oksigen də 0,2-də dayanır. Yəni bu deməkdir ki, 0,2-si artıq qalır. Baxın, 0,6-dan da 0,2 çıxanda 0,4 dəqiqətən sərf olunur. SO3-də 0,8 alınır. Niyə? Çünki 2 SO2 girib, 2 SO3 alınırsa, elə 0,8-nin də 0,8-i alınır. Görürsünüz, burada SO3-ü alınan məhsul həmişə artan göstərilir. Artıb 0,8 alınır. Deməli, 20-də cavabımız elədir. C variantı. Uşaqlar, 21 də həmin qayıdır. Bunu da özünüz eləməyə cəhd edin. Başa düşməsəz, baxın 20-yə bir də eləyin, o şəkil daha çox sizin yadınızda qalacaq. Nəinki mən izah eləsəm. Ona görə çalışın, birini mən eləsəm, digərini siz dayandırıb həll edin. 22-yə baxaq. 22-də nədir? Deyir, hansı reaksiyalar? Sənayedə SO2 alınmır. Sənayedə alınmayanlar götürməliyik. Və dedik, dəmirəsdən alınır, həmçin bunu alınır, alınmayan 1-2. Bunu əvvəlki testdə də çox işlədik. 23-ə baxırıq. Deməli, 23-ün izahını verək. Lövhəni silirik. Nə deyir? Deyir, artıq miqdarda oksigen iştirakında baş verən 2 SO2 üstəgəl O2 alınır 2 SO3 reaksiyasına praktik çıxım 80% olarsa hansı ifadələr doğrudur? 2 SO2-nin üzərinə oksigen gəlib alınıb 2 SO3. Çıxımda 80%. Birinci reaksiyamızı yazırıq. 2 SO2 alınır. Üzərinə O2 gəlirəm. Alınır 2 dənə SO3. Düzdürmü? Baxın. 2 dənəsi girəndə 2 SO3 alınır. Düzdürmü? Bəs bizə deyir 2 SO2 burada 10 mol götürüb görürsünüz. 10 götürsək. Ona nə qədər olar? 10. 10 SO3 olar. Düzdürmü? Biz onun 80%'ini tapsaq, eləyər 8 mol. Tamam mı? 8 mol. Ona görə ikinci düz olur. Çünki 80% deyir çıxım. Onun da 80%'ini tapdıq, elədi 8. İndi baxın. İndi gəlin SO3-ümüzə baxaq. Deyir ki 10 mol SO2 götürüldükdə 8 mol SO3 alınır. Bəs indi SO2-ni tapdıq. İndi SO3-dən tapaq. SO3-ü 10 götürsək nə qədər SO2 götürməliyik? 10 tapmağa çalışırıq. Baxın, 80%-lə tapdığımız, bax bu 10 tapdığımız 80%-ləndir. 80%-lə 10 alınıb. Bəs 100%-dən nə qədər alınır? X. X deyilir 12 tam onda 5. Deməli 12 tam onda 5-də SO2 götürülməlidir. Cavabımız eləyir 1, 2, bir də 4. 23 cavabı 2 və 4. 24-də nədir?
Deyir hansı molekülün qarşılıqlı təsirlə kükürt dioksid alınır. Bəli, birinci SO2 əlbəttə ki, bir də bax ikinciden alınmış uşaqlar. Necə 4-də reaksiya getmir, civə duru sulfatla getmir. 5-dən H2 çıxır. Bir də 3-dən almaq olar uşaqlar. 3-dən alınır kuprum SO4, SO2 və su. 1 və 3. 25-də. 25-də götürürük 1-1'i. Çünki 1-dən alınır dəmir 2, O3 və SO2. 2-dən alınır. Bir də 3'ü götürürük. Buradan alınır gümüş SO4, SO2 və su. 4-cə duru sulfat getməyəcək pasiv metallarla. 5-dən də hidrogen çıxır uşaqlar. Baxırıq 26-cı suala. 26-da nə deyir deməli? Deyir 10 mol SO2. Silək lövhəni. Deyir 10 mol SO2. Deməli, bax, birinci SO2'nin oksigen reaksiyasını yazmalıyıq. Əlbəttə ki, bu zaman alınır SO3. Əmsallaşdıram. Bura 2 düşür. Burada yenə neçə düşür? 2 düşür. Bizə deyir SO2'dən 10 götür. Oksigendən də 4 götür. Bunun özü 2'dir. Bu da 1'dir. 10'u 2'yə bölürəm. Eləyir 5. 4'də 1'ə bölürəm 4. Deməli, artıq qalan, çox olan artıq qalır, az da tam sərf olunur, düzdürmü? Biz tam sərf olunanla getməliyik, yəni oksigenlə gedəcəyik. Oksigen tam sərf olunur. İndi baxın, bir oksigen girəndə, dempozun aşağısını 4-lə 5'i, bir oksigen girəndə 2 SO3 alınırsa, 4'dən nə qədər alınır? X, X'imiz də buradan eləyir 8. 26-cı sualda cavab eləyir 8. 27'yə baxıram. İndi yuxarını silək, həmin reaksiyadır çünki buranı da pozuram, buranı da. İndi deyir ki, bu 10 götür bundan da 3 götür. 10'u 2'ye bölürəm 5, 3'ü də 1'ə bölürəm 3, yenə oksigen tam sərf olunur. Az çünki oksigen hansı azsa ondan tam sərf olunur. 3'ə X'dırsa 1'ə də 2'dir. X'imiz də buradan eləyir 6. 27 cavab elədi 6. Baxırıq 28'ə. 28'ə nə deyir? Deməlidir, tərkibində 80% piritdir. Pirit olan 3 kilogram filizin yandırılmasında neçə litr kükürt dioksid almaq olar? Deməli, 3 kilogramımız 3000 qram deməkdir. Baxın, 3 kilogram 3000 qram deməkdir. Düzdürmü? 1 kilogramımız 1000 qramdırsa, 3'ü də 3000 qramdır. Biz 3000'in 80%'ini tapaq. 3000'i vururuq 80'ə, bölürük 100'ə. Buradan da alınır deməli 2400. Deməli 2400 qram bizim nəyimiz var? Dəmir eskimiz var. Baxın, dəmir eskini gəlin yandıraq. Dəmir eskini yandırmaq üçün dəmir eskinin üzərinə oksigen gəlir. Yanma reaksiyalarının üzərinə oksigen gəlməklə alınır. Dəmir eskinin üzərinə oksigen gələndə alınır. Dəmir 2, O3 və SO2. Şimdi baxın. Bir dəmir eskidən neçə SO2 alınır? 2 SO2 alınır. Baxın, dəmir eskidən bir dənəsindən alınır 2 SO2. Niyə? Kükürtləri bərabərləşdirik. Burada 2 dənə kükürt varsa, burada 2 yazmalıyam ki, 2 dənə kükürt olsun. Düzdürmü? Deməli, qaranlıq qələmi götürək. Baxın, 2400 dəmir eski varsa, ondan bilmirəm nə qədər SO2 alınır. Dəmir eskimizin kütləsini verib 120'dir burada. Ancaq 120 qramından isə nə qədər alınır? 44 onda 8. Çünki 2'ni 22 14'ə vuranda 44 onda 8 litre eləyir.
X da buradan eləyir 896 litr. Cavabımız da elədi 896 litr. Baxırıq 29-cu suala. 29-a baxırıq. Deyir A mol dəmir eski, B mol sinkez oksigenlə girir 14 mol SO2 alır. Deməli burada biz AB ilə gedirik. AB ilə tənlik quracağıq. İkili tənliklə A ilə B-ni tapırıq. Ancaq bizim X-i soruşur. Tamam. Sonra da X-i tapmağa çalışaq. Baxın, deyir A mol dəmir eski, B mol sink S. Düzdürmü? Dəmir eskidən neçə SO2 alınır? 2 dənə. Və sinkesdən 1 dənə. Deməli yazıram. Dəmir S2 və SO2. Bir də yazıram. Sink S və bundan alınır SO2. Və bundan deyir A'dır, bundan B'dir. Əgər bir dəmir eskidən 2 SO2 alınırsa, bir A'dan da 2A qədər SO2 alınır. Düzdürmü? Bunu əslində qırmızı yazsaq daha yaxşı olar. Deməli, bura eləyər 2A. Burası B. 1'ə 1-sə, B-yə də B-dir. Düzdürmü? İndi bizə deyir ki, biz belə çıxdı ki, 14 nəyə bərabər oldu? 14 mol SO2. 2A üstə gəl B-nin cəminə. Düzdürmü? 2A üstə gəl B-miz oldu 14. Bura yazaq. 2A üstə gəl B oldu 14. Davamını baxırıq. İndi burada da bizə verib A ilə B-nin 9. A plus B də 9 verib. Bu tənliyi həll eləsək. A-nı alırıq buradan 5. B-ni də alırıq 4. Tənlikdə A-nı 5 alırıq, B-ni 4 alırıq. İndi gəlin yerinə qoyaq, bu da X SO2-ni tapaq. Buranı silirəm. A-lar, B-lər silinir. İndi baxın. Deyir B mol dəmir eski. İndi dəmir eskimiz B oldu. Aşağıda deyir A mol sinkez. Yerləri dəyişdi. İndi baxın. B-miz neçə tapdıq? 4. Deməli, bura yazıram 4. A-nı neçə tapdıq? 5. Burada yazıram 5. A mol sinkez daxil. Burada yazıram 5 sinkez. İndi bir dəmir eskidən 2 SO2 alınırsa, 4-dən 8 alınır. Bir sinkezdən 1 SO2 alınırsa, 5-dən də 5 alınır. 8-dən də 5 topluruq, eləyir 13. Cavabımız da elədi 13. X da elədi 13. İndi baxırıq 30-cu sual. Lövhəni silək. İndi nə deyir burada? Dəmir eskinin üzərinə oksigen gəlib, alınıb 2 SO2. 2 SO2-nin üzərində oksigen gəlib, alınıb 2 SO3. Düzdürmü? Deyir, birinci, ikinci reaksiyaların praktik çıxımı müvafiq olaraq 80% və 50%. Bu nə deməkdir? Yəni, birinci 80% çıxımı, ikinci 50% çıxımı. 240 qram dəmir eskidə neçə mol kükürt trioksid almaq olar? Kükürt trioksid nə deməkdir? Yəni, SO3 almaq olar. Nə qədər? Deməli, baxırıq. Dəmir eski yazıram. Və birbaşa SO3 alıram. Mərhələ yazdım. Çünki bu daha asan yoldur. Və 2 SO3 alınır. Bir dəmir eskidən 2 SO3 almaq olur. Elə burada özü göstərir. Bir dəmir eskidən 2 SO3 alınır. Axırda, indi baxın. 240 qram deyir dəmir eskidən. Bura yazıram 240 qram dəmir eskidən bilmirəm. Neçə mol almaq olar? Ancaq dəmir eski öz kütləsi 120-dir. 120-dən isə 2 qədər almaq olar. X da buradan eləyir 4 mol. 4 mol nə? SO3. Düzdürmü? 4 mol SO3 aldıq. Davamına baxırıq. Deyir, müvafiq olaq 80% və 50%. Bir dəfə 4-ün 80%-ni tapırıq. Sonra tapdığımızın da 50%-ni tapırıq.
müvafiq olaraq. 4'ün 80%'ni tapıram, eləyir 3 tam onda 2. 3 tam onda 2'nin də 50%'ni deməkdir, yəni yarısıdır. Bu deyir 1 onda 6. Cavabımız da elədir uşaqlar, 1 tam onda 6. Deməli 1 tam onda 6 SO3 almaq olar. Baxaq 31-ci suala. Buranı silək. Nədir? Deyir kükürt və sink S qarışığının tam yanmasına sərf olunan oksigenin və alınan SO2'nin mol sayının zaman aslı qrafikinə əsasən alınan metal oksidinin mol sayını hesablayın. Düzdürmü? Deməli bir dəfə biz kükürdü yandırırıq. Bir dəfə də sinkesi yandıraq. Kükürdün üzərinə oksigen gəlirik, alınır SO2. Bir dəfə də sinkesi yandırırıq. Sinkesin üstünə oksigen gəlirik, alınır sink oksid və SO2. Əmsallaşdıraq, bura 2 düşür, bura 3 düşür, bura yenə 2 düşür, burada yenə 2 düşür. Baxın, gəlin biz x, y ilə qeyd eləyək. Yəni, məsələn, kükürdə x deyək, burada onda x olar, burada x olar. Bura y deyək, yəni bura 2y olar, bura 3y olar, yenə bura 2y olar, bura yenə 2y olar. Düzdürmü? Bizə deyir sərf olunan oksigen və alınan SO2. Və sərf olunan oksigen nə qədərdir? 3-dən gəlib 0.6-ya. Nə qədər elədi oksigen? 2.4. Aralıq sərf olunduğu miqdardır. Deməli, oksigen 2.4 sərf olunur. SO2 də 1.8-də dayanır. Deməli, 1.8-də SO2 alınır. Sərf olunan oksigen. Burada 3y-dir, burada x-dir. 3y-in üzərinə mən x gəlirəm. Bu eləyir 2.4. Alınan oksigenin alınan SO2'de 1.8'dir. Burada x alınır. Burada 2y alınır. X ilə 2y'in cəmi eləyir 1.8. Buradan tənasibi həll eləsək, x eləyər, deməli 0.6. Y-imiz eləyər 0.6. Bir baxın görək nə deyir. Deyir ki, alınan metal oksid. Alınan metal oksidimiz bu sink oksiddir. Onun mol sayı 2y qədər idi. 2'ni də vururam mən 0.6'ya. Cavabım da eləyir 1.2. Deməli, sink S-in molu nə qədər imiş? 1.2 imiş. 31'də cavabımız elədi 1.2. Baxaq 32'yə. 32 də həmin qaydadır. Yenə biz burada yandırılma deyir. Yandırılma deyirsə yenə üzərinə oksigen gəlməli və yenə x, y ilə qeyd eləyib tapmalıyıq. Aha, bir dəfə yandırıram dəmir eskini. Dəmir eskinin üzərinə oksigen gəlirəm. Alınır buradan deməli dəmir 2, O3 və SO2. Bir dəfə sink S üzərinə oksigen gəlib yandırıram. Buradan da yenə sink oksid alınır və SO2 alınır. Əmsallaşdırıram. Bura deməli dəmir eskiyə 4 düşür. Bura 11 dəqiqə bu səliqəli yazaq. Bura 11 düşür. Bura 2 düşür. Burada 8 dənə SO2 düşür. Sink S-də isə bura deməli 2 düşür.
Bura oksigenin qabağına 3 düşür. Sink oksidin qabağına 2. SO2'nin qabağında 2. Yine x, y'lərlə yazaq. Baxın, bura x deyək. Burada bir y deyək. Tamam mı? SO2. SO2'yə baxaq. Deməli, baxın, SO2 1/4 qədər alınıb. Düzdürmü? Burada 4 dənə dəmir eski, 8 dənə SO2 qeyd edilib. Yəni 1-in 2-yə də nisbət. Deməli 1x-dan da 2x qədər SO2 alınır. Baxın, 4-dən 8-i alınıbsa x-dan neçəsi alınır? 2x alınır. Düzdürmü? SO2-ni tapdıq 2x. 2x-in üzərinə gəlirəm. Burada SO2 nə qədərdir? Y-dir. Niyə? Çünki 2-yə 2 SO2'dirsə, y qədər y qədər SO2 alınır. 2x də gəl y bərabərdir. Baxın, burada 1/4'dür. Görürsünüz, SO2. 1/4. Daha sonra digər tənliyimizə baxmalıyıq. Digər tənliyimizdə isə oksigendir. Düzdürmü? Oksigen 4-dən 2-yə düşüb, yəni oksigen 2 sərf olunur. Burada oksigen 11'dir, burada da 3'dür. Bunu da biz ixtisar eləsək alarıq ki, deməli 2/75 x yuxarıdakı tənlikdə olur. Aşağıdakı tənlikdə 1/5 y olur. Niyə? Çünki 2-yə 3-dürsə, 1 y-ə də 1/5 y eləyir. Alır o da 2. Deməli 1/4 SO2'nin göstəricisi oldu. 2 də oksigenin göstəricisi oldu. Buradan x'imiz eləyir uşaqlar 0/4. Y-imiz isə eləyir 0/6. Bizdən nə istəyir? Metal oksidlərinin mol sayı. Burada metal oksidimiz dəmir 2O3'dür. Burada sink oksiddir. Dəmir 2O3 və sink oksid, düzdürmü? İndi baxın, 4 dənəsinə 2 dənəsidirsə, onda 1 dənəsində 0/5 eləyər bu. Yəni 0/5 x bu olar. Sonra dəqiqə bunu gəlin biz fərqli rənglə yazaq ki, seçilsin. Dəqiqə yaşılla yazacaq. Aha. Deməli, bu elədi 0/5 x. Hardan aldıq desəz, baxın. 4 dəmir S2, 2 dəmir 2O3'dürsə, x-a da 0/5 x olur. Yarısı qədər. 4'ə 2 isə x-a da 0/5 x olur. İndi bura baxın. 2 sink isə, 2 sink oksid isə y-ə də y olur. Bax, bu da y-dir. 0/5 x tapmalıyıq, bir y tapmalıyıq və cəmləməliyik. 0/5 x-i 0/4'ə vururuq. Eləyir 0/2. Deməli 0/2 dəmir 2O3 alındı. Y-də 0/6. Üstündə 0/6'nı gəlirəm. Eləyir 0/8. Cavabımız nədir? 0/8.